Salam hörmətli izləyicilərim, sürücülər. Mən sizi çox gözəl başa düşürəm. Piyadalar çox biabırçıcasına yol keçirlər. Bu qız normal keçir. Amma indi süjetə baxın. Oğlan yol keçəcək. Siz fikir verin. Təhlükə biz tərəfdədir. Tamam başqa tərəfə baxır. Necə də arxayın keçir. Yəni qayda pozmaqları bir qırağa qalsın piyadaların. Onlar təhlükə tərəfə baxmırlar. Və əlbəttə ki, gecə-tezə xəstəxanaya düşürlər. Müstəntiq soruşur. Nərəy maşını idi səni vuran? Bilmirəm. Əlbəttə ki, hardan biləcək? Axı maşın tərəfə heç baxmayıb. Nömrəsi necədir? Bilmirəm. Nə markası idi? Bilmirəm. Bilməzsiniz də, bilməzsiniz. Axı siz təhlükəyə tərəf baxmırsınız. Sürücülərdən isə xahişim budur ki, çox ehtiyatla sürsünlər. Hər ağacın dalından, hər maşının dalından qəflətən yola piyada çıxa bilər. Piyada çıxa bilməz, güllə kimi açıla bilər. Baxın, qadın yol keçir. O da bizə tərəf baxmır. O da bilmir ki, Əzraillə çilingağac oynayır. Gəlin biz onları qoruyaq ki, həm də axırda özümüzü qoruyaq. Diqqətinizə görə çox sağ olun.